Hər kəsə salam dostlar. Bu günlərim yenidən FC Mobile-dayıq və takımda gəlişmələr çox olub. Nə gəlişmələr deyərsəniz, takımıma Arda Güləri transfer etdim və yedəkdə Cristiano Ronaldo'muz var və bununla da qalmadım. Lionel Messi'ni də gətirdim takıma. Amma hələ ki 120'lik Kane oynadır. Mən 120'lik Kane'i çıxartmaq istəyirəm. Çünki buna çox basmışam. Əslində 3, 4, 5. Əslində bu 115'lik Kane'dir. Buna bastığım üçün, yəni güc bastığım üçün 120 olub. Ona görə də onun yerinə Kane'i salıram. Ronaldo'nu salıram Kane'in yerinə və Kane'dən biraz dincəldək geçsin ora. Və bundan sonra da bir dənə müdafiə transfer etdi. 118'i. Bunun adı nədir? Koller. Və takımımı göstərdiyim üçün bu günün konusuna geçək. Bu günlərim özümüz oynamıyıq. Yəni belə yerlər bunlarda oynamayacağıq. Gələcəyik bura. Və buradan basırıq. Gördüyünüz kimi mən bir tur oynamışam. Burada Çempionlar Liqasıdır. Baxın gördüyünüz buradakı kupa üzrə yarışacağıq və yarışdığımız ölkənin arasında Türkiyə də var. Sizə qısaca deyim. Argentina ilə Niderland oynayıb. Argentina udub. Sonra burada da England yazılıb. Yəqin ki İngiltərədir. İtalyan oynayıb. 4-0 İtalyan udub. İndi final, yəni cütləşmələrdə yəni Argentina bir də İtaliya oynayacaq. Buradan da Türkiyə ilə Senegal, yəni Singapurda haradır? Nəysə, Türkiyə ilə bilmədiyim bir ölkə oynayacaq. Türkiyə udsa daha yaxşı olar, amma yəni Türkiyə bunu da udsa belə, məncə Argentinanı udması biraz çətindir. İndi isə keçək bu üzrə. Biz Braziliyanı təmsil edirik. Türkiyəni bir dəfə getdim, oynadım. Həmən dəqiqə Portugaliyaya uduzdum. Nəysə, indi onlar deyim sizə. Braziliya ilə, yəni bizlə Germaniya eşleşib. İspaniya ilə də Morozo nədir bu? Bu eşleşib. İndi ya İspaniya ya da Morozo oynayacaq. Onlardan kim udsa, yəni ki bizimlə oynayacaqlar. Çünki məncə udarıq Germaniyanı. Videomuza başlayaq. Və bu arada milli takımlar olaraq oynayırıq. Yəni öz takımımızdan oynamırıq. Dostlar, oyunumuz başlayır. Və bu bizim takım. Vinicius Junior falan. Bu da onların takımı. Manuel qapçıları var. Başladıq. Oyun başlayıb. Vinicius Junior ötürməsi. Casemiro. Allahcı hərəkətlər. Casemiro nə idi? Top rəqib takımdadır. Təhlükəli ola bilər bu, amma hələ də rəqib takımdadır. Gol vurma ehtimalları var. Amma aldıq. Andres'dədir top. Rafinha gedir. Andres'də ötürmə, amma ötürmə qeyri dəqiq alınır. Casemiro topun arxasıca. Təhlükəli ola bilər bu hücum. Nə edirsiniz? Braziliya və
1-0 Brezilya. Uduzdu. Uduzdu neydi? Gol yedi. Neyse bu golü izlemeyek. Top Vinicius Junior'da. Anladı. Vinicius Junior'da anladı hareketler. Vini ne edirsen sen? Tehlikeli olabilir bu. Vini. Sen ne edirsen Vini? Sen ne edirsen? Casemiro topun arkanıza. Sane. Vinicius Junior. Ötürme ve gol. Gördüğünüz gibi tekme değilim. Taklamızda attık. Vinicius Junior'un asistiyle 1-1 oldu. Yeniden Vinicius Junior. Vini neydi? Vini'nin bucun smastısı yani. Ne olur. Andre Santos. Vinicius Junior. Ama ötürme geride kalmış. Top Brezilya'dadır. Brezilya, Vinicius Junior. Vini, sen ne edirsen Vini. Ve ilk 45 dakika bitti. Maç 1-1 beraberliğiyle yekunlaşmış. 45 dakika bitir. Ve Germaniya başladı oyuna. Görək ikinci yarıda kim gol vurabiləcək, kim gol vura bilməyəcək. Germaniya təhlükəli hərəkətlər edir və gol yedi. Biz biraz dəyişiklik edək. Bu arada qapıcımız Ederson'du. Fenerbahçeliler sessizce beğendi. Vinicius Junior. Vini nedir? Vini'nin pası. Ben niye Vini'den tutmuşam? Top başkasında da. Vinicius Junior ama neler tuttu. Vini sen ne edirsen Vini. Top rakip takımdadır. Ötürme geride kalındı. Top Germaniya oyuncularındadır. Ve tehlikeli hareketler görebiliriz burada. Vinicius Junior'a ötürme olacak mı oldu ama geride kalındı. Top yeniden Brezilya'dadır. Brezilya görək nə edəcək bu günləri. Vinicius Junior. Vini'nin elinden top aldılar. 71. dakika. Görək gol vurabiləcək mi Brezilya? Brezilya'dan tehlikeli hareketler görürük. Brezilya nedir? Ama burada zərmə var idi. Offside düşüb. Ne alaka? Germaniya başladı. Casemiro. Yeniden Casemiro'ya geldi top. Göre ne olacak? Yeniden bir gola hazır değil ama vurdular. 83. dakikada. Ben niye sevinirim? Uduzuruq. Dostlar neyse onu boş verin. Biz yeniden oyunumuza odaklanaq. Ve millilerden çıxdıq artıq. Burada takımlarla oynayacağıq. İlk oyun Newcastle Barcelona. Barcelona bizik bu arada. 3-0 hesabı ilə udmuşuq keçən oyun. İndi isə ikinci oyuna gələcəyik. Bildiyiniz kimi burada dersən gerçək oyunlar oynanacaq. Burada Barcelona Newcastle oyununda Barcelona odur. Sonra Atletico Madrid bu ne lan? Spurs nədir? Ya takımı Atletico Madrid'dir. Sonra Barcelona Atletico Madrid eşleşəndə Barcelona uduzur. Ondan sonra bilmirəm. Ama onda bilirəm ki burada Barcelona
Liverpool oyunu var. Əsas o maraqlıdır mənə. İndi isə ikinci oyuna keçək uzatmadan. Oyun başladı. พิเศษนะครับในซีรีส์ Best of 3 ทีมไหนชนะได้2เกมก่อนจะชนะไปเลยสวัสดีแฟนบอลทุกท่านครับวันนี้อยู่กับผมทีมบ้านหนองสาและคุณชลุนวิทูวินิจครับวันนี้บรรยากาศน่าตื่นเต้นสุดๆนะครับคุณผู้ชมครับโอ้ถ้วยรายการนี้เดินทางมาถึงรอบ16ทีมสุดท้ายเป็นที่เรียบร้อยวันนี้เราจะได้ดูเกมที่บาร์เซโลนาจะเจอกับนิวคาสเซิลครับโอ้โหเกมนั้นมาก Oyunu başlatdıq. Barcelona hücuma keçir. Barsa nə edəcək? Barsadan atak mı gəlir? Lamine Yamal. Lamin aldadıcı hərəkətlər Lamin. Ancaq top rəqib takıma keçir. Lamine Yamal topun peşində. Top yenə rəqib takımda Newcastle-dadır. Görək bu günlərim Newcastle özünü göstərə biləcəkmi? Lamine Yamal. Lamin'den aldadıcı hərəkətlər. Lamin qapısıyla özbəzdi. Lamine Yamal. Gol. Lamine Yamal. Wow. Lamine Yamal şovunu eləyir və keçən oyun olduğu kimi bu oyunda golunu atır və qapısını alladır. Budur, Lamine Yamal öz fərqini göstərir. Fernando Silva topun peşindədir. Yenidən Barcelona'ya keçəcəkmi top? Hayır, Newcastle'da qaldı. Ferran Torres gedir. Lamine Yamal'a oynamaq fikrinə gəlirlər. Amma Lamine Yamal hardadır? Lamin'i axtarırıq. Lamine Yamal. Top Lamine Yamal'dadır. Lamine Yamal yenidən köşəsindən çıxır. Lamine Yamal və yenidən bir gol. Lamine Yamal özünü göstərir yenə də. Yenə şovunu edir Lamine Yamal. 26-cı dəqiqədə Barcelona 2-0 önə keçir. Bu isə toplam şot olaraq 5-0 olur. Newcastle 0, Barcelona 5. Ferran Torres. Top Ferran Torres'tedir. Lamine Yamal'a yenidən ötürmə. Lamine Yamal yenə aldadıcı hərəkətlər amma bu səfər keçmədi. Bu səfər müdafiəyə iş qaldı. Görək nə edəcəklər Barcelona müdafiələri amma bu nədir? 35-ci dəqiqədə hesabı 5-1 edir Newcastle. Amma heç narahat olmayın. Barcelona bunun golunun yanında hərəkətsiz qalmayacaq. Deyirəm amma topu kaptırmaya başlayır uca. Barcelona. Lamine Yamal'a top gəldi. Lamine aldadıcı hərəkətlər. Lamine yenə aldadıcı hərəkətlər amma qabağında adam yox idi onsuz da. Lamine Yamal nə edəcək? Lamine Yamal qapıya baxır və yenidən bir gol. Sol ayağı ilə Lamine Yamal topu 90'la buluşturur. Həm də 45-ci dəqiqədə edir bunu. Lamine Yamal. Bu günlərim 3 golun içində Lamine Yamal vurub və özünü göstərir. Tam 90'a. Newcastle başladı və başladığı kimi də bitdi. Şot 3-1'dir. Ancaq toplam şot olaraq 6-1 olur. İkinci yarıya başladıq. Və Ferran Torres topu alır. Ferran Torres nə edəcək? Uzaqdan şut çəkmək istəyir, amma bacarmır. Top Newcastle'dadır. Newcastle bir gol daha mı vuracaq? Yoxsa müdafiələr bir şey mi edəcək? Bəli. Qapısı tuttu. Pedri Lamine Yamal'ı görür, amma ötürmə qeyri-dəqiq alınır. Top Newcastle oyuncularındadır. Yenidən bir gol mu gəlir, amma qeyri-dəqiq alındı şut. Ötürmə. Lamine Yamal. Yenidən Lamine gedir. Lamine öz fərqini qoymalıdır burada. Lamine nə edirsən Lamine sən? Nə edirsən?
Ferminlə Dani Olmo yerini dəyişdirəcək birazdan. Fermin hanı? Hey burada. Dani Olmo. Dəyişiklik baş verəcək birazdan. Top Lamin Yamal'dadır. Lamin Yamal. Lamin Yamal. Lamin Yamal nedir? Lamin topu 90'la buluşturacak mı? Amma ne oldu? Top Newcastle oyuncularındadır. Barcelona oyuncular səhv etdi orada. Ancaq 82-ci dəqiqədir. Heç olmaz. Zaten çatmaq olmayacaq. Top Lamin Yamal'a çatmadı. Dostlar oyun bitti. Atletico Madrid və Barcelona oyunu eşləşdi. Bunu mən gələn dəfə etmək istəyirəm. Çünki bu günlərim 2 kupa üzrə yarışdıq və yaxşı xəbər odur ki, PSG ilə sizə eşləşmələri deyirəm. PSG Galatasaray eşləşib. Ondan sonra Real Madrid və Bergamo Kloko eşləşib. Sonra Sporting və Bayer Leverkusen eşləşib. Atletico Madrid və Barcelona eşləşib. Bu eşləşmələrim 2 oyun oynayacaq. Buradan Barcelona məncə olmalıdır. Mən bu ligaya bir dəfə də girəndə axıra qədər gəldim. Deyəsən PSG ilə eşləşdim. Ondan sonra da PSG məni uddu və gözümün qabağında kupa qaldırdılar. Gələn dəfə bu serini, yəni bu Çempionlar Liqasının serini devam etdirəcəm. Və görək, yəni bu il olaraq, yəni hər il belə keçirilir. Yəni bu il görək olacaqmı? Çempionlar Liqasını qazana biləcəyimi. Hamınızı öpürəm. Sağ olun. Bay bay.